Nağlar serialı başladı. Bu saygınızı dikkate alırım. Bir tane oraya imza at. Ve sizden bir tevekkül... Sana bir rahatsızlık sen kalmışsın. Tokfuran karandaşta almışam haviden burtayısına. Elçin müəllim, bu bizim müdürümüzdür Talih müəllim. Talih müəllim, Elçin müəllim sizi gözləyir yəni. Arkadaşlar burada mırtlaşmak yeri değil karşıda. Etmeli, hoş geldiniz. Buyurun, ləyinizin harası ağrıyır? Mən sizi başqa bir məsələyə görə narahat etmək istəyirəm. Buyurun, buyurun. Mən istəyirəm bu antikvar şəkili alım sizdən. Bir dakika yani. Bura ne hırrahanadı. Ne de ben babamın şekli karikatüra değil ha. İnanmırsınız, buyurun 3000. Hayırlı olsun. Şarkılardan siz. Buyurun. Buyurun benim, buyurun geçsin. Abbas, ne var ne yok sonra atımı aparmıştım Talih müəllimi klinikasından anlatmağa. Orada işittim ki Talih müəllim babası şəxəlinin şəklini 3000 manata sattırır. Senin de Nərbe nəslində bir antikvar şəkildən zaten bir köhnə şey varsa gətir təşkil et sataq, pul qazanaq, yerimiz olsun. Aynen oyna bir şey. 3000 ha? Antikvar 3000'e satılacaq, ama cəmaat hamısı danışır onunla. Nerede tapmaq olar ha? Gör nə fikirləşdin, gör neymişsin. Teymur, Ha, can. antikvar şəkil yoxdur. Amma antikvar bir dənə qaynanan var. Bəlkə onun şəkilini sataq? Elli çatanlar yaranmaz, gerek köhne şəkil olsun, köhne adam olsun. Ha sən deyirdin ki, mənim benim babam vurub tutan, hala onun şəkilini gəç sataq da, ha? Mən babamın bir dənə şəkili var idi. O da əlləri göydə belə Nemes'ə əsir düşəndə çəkmişdilər. Mən də o şəkil apardım, bu yaxında o Nemes'in nəvəsinə satdım, əlimdə mayə elədim, at aldım, fayton aldım, indi onunla dolanıram da neyim? Bir dənə şəkil 3000, Hə, 3000'də. biri vuruqca 3000. Sən çayvoy verəsən də, qardaş. Nə bilərik? Fikirləş. Sənin başqa, baban başqa kimə plen düşür? Babam bir dənə Nemes'ə plen düşürdü, ayrıca kimə düşəsin. Birinin kimin şəkilini sata bilərik? Kimin? Tatlı! Gel. Nəslimizdə bir üzə çıxası adam yoxdur ki, götürüb şəklini divardan asasız. Bu demək deyil ki, mənim Orduxan babamın sayılıb seçilən bir ağsaqqalın şəklini götürüb ayaq altına atasız. Ne oldu sana? Heç baban öləndə 40'ına kimi yasa gəlmədin. İndi eşitdim babamdan miras qalıb üzrü cıra-cıra gəlmişsən. Sanatoriyadaydım da mən, neyniyim? 40'ına gəldim, çatdırdım özümü. İndi mənim babamı məndən çox istəyəcəksiniz. Sona, gəlin ki, baldızına cavab vermədim. Elə yanar ki, elə bir qonaq getmişsən, qabağıma çay qoymayıblar. Götür babamın şəklini apar öz evə. Onsuz da evimizin dizaynını pozur. Ay mama. Bir də nə əziyyət çəkib o kravatır üstü düzəldirsən, onsuz akşam yatacağıq da. Sənin, ana sənin qarnının döşəkçəsi. Məhəbbət biləcək ki, sən toşlu, hamilə görürsən. Ay, Ay Sevda. Gəldi. Məni məhkamara qoymuşsan. Gəldi.
Gel. Gel başına dönüm gel. Ay Sevda, ay sana Haydi. kışkırmaktan boğazım cırılır, boğazım ağrıyor. He, doğru. Ayakkabımı niye sen Kaladinlik'in buzluğuna koymuşsun aferin? Ay benim flamingo kuşum. Dünən dedin ki, ayağım tərləyir. Mən də ayaqqabını buz gözünə qoydum ki, ayağın sərin qalsın da. Nasıl öyle ha? Sarı tel oğluma bak. Şunu günden şir şar şimdi. Şardı yumuru mumuru şardı. Ya. Oğul de oğul. Öf. Ay canım kurban. Ya ver buna görüm ha baba. Bırak, öz babamın şəklini aparmasıca başımın üstündən. Bildin? Aman babamın şəki yat kişinin evindən nə gəzir, ver buna görüm. Bəs bacımı yat kişinin evinə yola salanda heç demirdin ki, bacım yat kişinin evinə gedir. İndi şəklini qıymırsan mənə. Ver. Abi bir dayan görüm, mən sənə yat kişiyə ərə vermişəm də. Ver bura, şəkili. Belə oldu. Ha. Mən də heç yana getməyəcəm. Bardaş qurub oturacağım baba burada. İndi görüm nə edəcəksən. Yaxşı. Cumhurca, eşitdim nəsə mama evdə ağrıyır, xəstəliyi zadı var. Birdən nəsə puldan problemim olar mənə demərsən ha. Bizdə evdə nənəmin bir dənə şəkili var. Bu kopya bu Titanikdə qız şəkil çəkdirir ha. Qız yox şəkil çəkdir. Ona oxşuyur kopya. Gördüm onu satıb gəlim sana pul verim, atam mama müalicə elətdirir də Türkiyə, İran, ora bura. Birdən problemim mahdud zat demərsən ha mənə ya, Gülüçka. Siz kişilər hamınız beləsiniz. Qızla tanış olandan sonra qızın ürəyin ələ almaq üçün anasıyla tanış olursunuz. Tez-tez zəng eləyirsiniz, maraqlanırsınız əhval-ruhiyyəsi ilə. Nə edirsiniz? Hədiyyələr alırsınız. Sonra evlənəndən sonra qaynananız xəstələnəndə gətirib düşürdürsünüz arvadınızı blokun qabağında. Deyirsiniz ki, get, mənim işim var. Salam. Mənə təcili taleyim mən. Ana, dur get. Getmirəm heç yana. Ha, dur Arif, dur. Dedim sənə getmirəm də. Hə, Ha, dur. şəkli verməsən heç yana durmayacaq. Bax, burada oturacaq. Baxarsan. Bayramlarda qəbirstanlığın qabağında oturan dilənçilər kimi bunu niyə otuzdurmuşsan qapının kandarında girəcəyində? Gör bacımı nə günə qoydun ki sən? Gəlib gedən mənə lağ eləyir ki, Orduxanın nəvələri qapı düşüb dilənirlər. Qəbrin üstünü eşək qanqalı basan baba. Şəkilin üstünü toz basan baba. Sən qədrini bilmədilər ay Orduxan baba. Bilirsən, sən get qeynaton yediyar var ha. Onun şəkilini gətir, gəl əzizdə bas sinövama, benim bucağıma. Və yaxşı. Ceyran da şəkili vur başının üstünə. Bu mənimdir. Mənim baba bunun qədrini. Özünə və tozuna baxayım. Utanım yerimizə. Yaxşı. Dur. Şəkli verirsən, durum. Hə. Dur. Adamı biyavır eləyirsiniz. Çok. Potya ağası, tut beni. Çekil oradan. Şəkili bərdir. Ben olurum babama. Gitti mi? Ben bu koyunun yanında bir çoban şekli görmüştüm.
siz onu mənə sata bilərsinizmi? Hə, o Qoryanda şəkil mənim Şıxal babam şəhərli idi. Bismillah. Amma o şəkili mən bir nəvəri hərfli 3000-ə satdım. Siz nə danışırsınız Talih müəllim? Belə bir sənət əsərini, axı sizin necə əliniz gəlib? Onu cəmi 3000-ə vermişsiniz. Bu Şıxal döləndən sonra yaman moda düşdü. Şəkil nə qədər fotomontaj ediyor, özü elə şəxsiyyət adam olmuyor. Axı belə bir sənət əsəri 3000-ə mi? Hə. Bax mən olsaydım ona 150 min verərdim. Ya bir 200 min. 200 min? Razılaşdı. Ha. Bax bu da 200 manat bey. 200 manat bey. Şəkil oldu. Artıq narahat oldu. Bacanaqlar serialı reklamlardan sonra davam edir. Sağ olun qurban. 21 manat. Sağ olun. Temur, şəkil tapdım. Bəs sonra bacanam. Sonra elə bir ki, bu şəkili qismətdən alanda yerdə oturub bura su yoxlayıbdı. Onu apardım evə, qəşəng yorğanı saldım üstünə, onu qəşəng ürəyin istəyən tərrətdim onu. Zalım rəbbəslər verdim, bir də tərrətdim, tutdum gəldim. Bəs sağ olun qurban. Bu şəkili satmaq istəyirik biz. Elə bansı satayıq. Sağ olun qurban, qorxuram bir qismət sonra polisə zada deyər. Bu yaşımda mən ta ideya oturup duran vaxtım deyil. Hayır sen narahat olma, qismət bir şey deyil, arvadı verəyəm qabağa. Bəs ona görə indi gəli arvadın gözəlliyini aldanmayasan, şustur arvad alasan, pirbaş arvad alasan. Gittin aldın, sen gəldin almadın. Amma sargın aldım. Müəllim, mən özüm sənədləri imzalattırıb sizə yollayaram. Çox təşəkkür edirəm mən sizə və ricada bulunaraq... Bir dənə buraya imzala. Və çox ricada bulunaraq... Yaxşı da, ay Talih müəllimi. Zarafatın yeridir heç. Xoşlayıram. Səhər o patron qatırmaşmış. Mağazlar qızbalıqsa. Buyurun müəllim, kesin. Talih müəllim, gətirdi ya. Buyurun. Deməli, müəllim, mən sizə babamın şəklini 3000-ə satmışdım ha. Mən əslində o satmamışdım ki. Gördüm, belə şəxsiyyətli olansan, şəkili verdim ki, aparıb evinizdə saxlayasan, sizin də evdə bir normal bir şəkil olsun da, başa düşdünmü? Mən babamın şəklini sataram, mən nəyəm, mən babamın şəklini... Yox, şəxəli elə belə kişi olmuyubdur, şəxəli, bir dillənsəniz. Talih mənim düz deyir. Talih mənim bir dəfə onun şəklini Instagrama qoydu saytına. Camaat nə qədər komentar yazırdı. 258-lərə bax, belə layıqlardan təkcə. Bir hər şeydən tanışın, hayır. Şəxəlinin kətdə bir dənə hörməti izzəti var idi. Bir hörməti izzəti var idi. İnan, itin qabağına ət atırdın, it yemirdi. Deyirdi, qoy şəxəli gəlsin şundan. Elə bir yerdə oturaq, yiyək də. Nə deyirsən? Sən nə deyirsən? Olanı deyirəm. Talih müəllim. Bir dəqiqə dayan qardaş. Ala bu 3000-i götür, babamın şəklini gətir. Talih müəllim, mən bu şəkili 10.000 manata satmışam axı. Nətər 10.000 satmışsan ha? Bu nə deyir, bu şıxalı şəkilliyə belə qal. Nətər eləyildi qardaş? Onda 10.000-i verin, gedim şəkili gətirim sizin üçün. Bir dənə burayı sat. Onlar gəlsin. Ay Mayıl, görsən ki, telefonla danışıram. Hə, yaxşı, oldu ayəsən. Sonra danışarıq. Nə olub ay Mayıl? Baldızın gəldi. Nə olub? Nə oldu? Baldızın sonra gəlib Orduxan şəklini apardı, eləmi? Mayıl, hər şeyi söz eləmədi. Nə edirəm o Orduxanın şəklini? Nə bir şey bilirsiniz?
nə də adamdan məsləhət alırsınız. İndi atam 200 minə Şıxəli babamın şəklini satır, amma sonra gəlirsən başına bir dənə qapazı qoydu. 200 minlik çörəyi əlindən aldı. Sizin arvadlığınız yoxdur ki. İndiki ərlər gedirlər pul qazanlar, arvadlar da dağıdırlar. Harda deyir, töyək yumurtası ilə ərlərinə jugula alıb verən arvadlar. Ay xala, yaxşısı budur ki, o şəkil satılmamış, get qismət əmini örgət ki, o şəkili qaytarsın. Etibar! Ay yavaş! Talib benim tənditdi ne məni, ne olur? Sen xəstəsən başıma düşmüşdü. Bu da kırıldı ya. Hey, başım bırak. Qulas, mənə təcili 7000 pul lazımdır, bir 200 bin qazanc var. Ha, Qulas, tez əlim yanında o untaz sök aparım satım nağdı. Talib benim, bu evdeki təzə şeyləri də təzdən aparaq sataq. Axı mən bu evi remont edib tutarmaq istirdim axı. Ay, o untazı sök gətir aparım satırım, sonra ev remont eləyəcək. Talib benim, o untazın nəyi söküm, o untaz çatdaqdır. O buramda çatlatdın ki? Yox, elə çatdaq almışdım onu Talib benim. Getdin çatdaq untaz aldın, yatdın? Yox, Talib benim, təmiz idi. Bu yolda gətirəndə çatladım. Tez, vaxt yoxdur. Lüstru sök gətir, onu aparıb satım. Bahalı lüstrudur kakras. Talib benim, o lüstrdə sökmə problemdir Talib benim. Ha, nə problemdir? Talib benim, çünki bu aşağıda svetvor yoxdur. Onun işığını ondan çəkmişəm, gərək bütün svetvorların işığını saxlayım. Mən deyirəm, bu nə 30 saniyədən bir sönür yani, ha bu işi. Gəh saralır, gəh qızarır, gəh... Dedim, işıq plaz yazsın da Talib benim ona görə. Ha, mən prospektin işığının pulunu deyirəm, ha, bir kaskların başına taq söz deyirəm. Niyə Talib benim? Ürəyim yatdı, ürəyim. Ha, taq başına bir təhlükəsizlik. Elini kürək, inizi ürək, gəldin üzrüma. Əqo gem əlimi yiyum, yəni əlim biraz çişlidir. Sən kimsən ki, sərgürüm mən əlimi yiyum. Nə dərsən mətləb, bacana? Hadi salam ver. Saçımız hə? Salam verirəm da. Səsinə zadına baxma, artist. Artist öyle ya. Səsim də özüm kimi zloydu. Başa düşdün? Eğer olur, nə gəlmirsən? Mənə mane olursan. Panyatka yoxdur da bilmirlər ki, bura iş yeridir. Bura söhbət eləmək üçün yer deyil. Nağıl danışmaq üçün mənə qulaq az. Mən gəlmişəm ki, özün bilsən, bu yaxınlarda sənin də uşağın olur, mənim də uşağım olur da. Allah qismət eləsin, Allah bayaq. Prosta ki, o Şıxəlin adını mən qoyum uşağa. Şıxəlin adını qoymaq sən mən niyə boğuzam? Birincisi, sağlığına mən özüm uşağın adını, öz uşağımın adını Talih qoyacağım. Öz adımı da dəyişdirib Şıxəli qoyacağım. Yəqin siz eşitdiniz ki, Talih Şıxəli babasının şəklini 200 minə satır. Ona görə qarışqa mürəbbiyə daraşan kamın üstünə doluşdunuz. Elə şey yoxdur. Mən özüm Talih qoyuram uşağın adını, öz adını Şıxəli qoyuram. Bir dəqiqə. Saçımı görsən, yavaş ol. Sən də qadın kimi saçımı uzatma. Əlini çəkə kişi. Nə xol qurşutet kimi xoruluysan, nə qulağımın dibində. Şabalı. Və sən qoydun uşağın adını Talih, Şıxəli. Mən uşağa nə qoyacam? O qədər adlar var ki, qoy mənim babamın adını, Sarıter, o biri babam Flora. Xoşun gəlmir, nənəm Məhəbbədin adını qoy, ayrı. Ki dişinlə məşğul. Şabalı. Sana salam eləyik. Yox. Ətir tuşanla gəlirəm, özümə bir ətir aldım. Sonra dedim ki, mən niyə bu ətiri vururam? Qoy məndən daha layiqli insanlar ətir vursun. Ataların bir sözü yadıma düşdü. Deyir ki, kişinin həyatda iki dost olur. Bir atası, bir bacanağı. Atam da tələf olduğunu görə, dünyasını dəyişdiyinə görə bu ətiri sənə hədiyyə eləyirəm, sən vur. Sağ ol.
Nəsə sözdə də boş. Yox, sözüm daha yoxdur. Oldu, təşəkkür Ha, edirəm. sağ ol, Mən gedim. xeyr, sağ ol. Ha, söz dedim, nə ağlıma gəldi? Birdən-biri heç umurumda deyil idi. Qismət, mənə 7000 pul lazımdır. Əlim yandı da. Təcili mənə 7000 pul lazımdır. Səni bilib gəlmişəm. Elə bil yıxılmışam yerdən götür məni Qismət. Ha, qadan qalım ay Qismət. Başına durun ay Qismət. Kitay istidir. Hə, mən kitay ətirəni sevirəm. Sil ətirəni. Problem yoxdur, problem yoxdur. Buyur. Bu nədir? Ətin pulu. Ben 7000. Tali. Yaxşı yol. Hə, sağ ol. 2 manat almışam, 8 manat da buradan qazancım. Gördün məndə nə oldu? Başına dönmüş. Xəlib babeyin yasında pul yığılmamışdı deyin. Əsəbindən az qaldın ki, kişinin şəklini yandırasan. Hı? İndi kişinin şəklini görürsənmi? 200 minə alırlar. 200 minə satacaqsan. Day satan kimi aparıb pul arvadına vermək gətibəri. Ay ana, mən ona əsəbləşməmişdim. O pul yığılmamağına görə əsəbləşməmişdim ha. Hə, bilirəm. Maya çıxmamışdı. 4000 mən pul bıraxdım kişiyə yasına. Əlbər loteriya qoyduğum pulu götürdüm, gətirdim onun yasına qoydum. 1 qəpik yası olmadı. Amma indi olan olub keçir. Adam xəyalətləndirmə. Qoy 200 minə şəhərli satım. Götürüb onun qabını çıxartırıb qabırsanlıqda bastırıyorum. Mən bir kəlmə nə olur məmma? Qoyuram mən o qara asfaltın altında qalsın. Olmayacaq kuruq saldıtırayım. Saldır. Olmayacaq qoşu xət qoydurayım. Peş kodlu kod qoydurayım. Qoymayacağım onun üstüne makinesi. Bu elə oralarda qalsın. Şey eləyək, pulu əslində yasın çıxsın şeylər. Sən gətir bəri. İşğal kişinin yasın zadını keçirdə. Yaxşı deyil, 20 ildir başını bıraxmışıq. Eldən aləmdən. Qabırsanlıqdan çıxdıq gəldik, hər an tutarım qalmışıq. Ay çıkalım ama sen ölme babam. Qardaşlar, bir dəqiqəli mənə diqqətiniz olsun. Deməli, şəkildə gördüyünüz bu şəxs Nadir Şahın hərəmxanasında Bibi xanım adlı bir hərəmin oğlu olubdur. Yəni, adam inanmağa da gəlmir ki, elə bir hərəmdən belə bir oğul. Sən get o tərəfdə dur, qaldır da qiyməti qaldır. 50 manatdan başlayırıq. Kim istəyir bu şəkili 50 manatdan başladı? Mən 100 deyirəm. 100 deyir, üzrə 100 dedilər. 101, 102, Mən 100, 500 deyirəm. 500, sən denə. 501, 502. Mən 1000 deyirəm. Antikvardır, belə şəkilin qiyməti yoxdur. Aparsanız onu 10 minə satmaq olar. Siz də deyirsiniz. Bir şey deyir. 1000 deyir. 1000 dedi, bəli, 1000 dedi, imkan verək ki, bu birisilər nədir? 1000 dedi, 1001, 1002, yəni qardaşlar, bu hərəmin oğlu da, 1000... Mən 1500 deyirəm. 1500 deyirlər, 1500 deyirlər, başqa... 1500 bir imkan ver də. Nə qızışmısan, ha? Alassan sən bunu. Cüzünə bir manat deyir, al. Ver 1500, ver də 1500 deyir. Bir imkan ver, 300'də 5'də görək, kimi sata bilir də. Üçüncü də qiyməti qaldırdır, mən də deyirəm. Qardaşlar, texniki səbəblərə görə üzr istəyirik. Hərəmin oğlunu təzdən 50-dən başladıq. Kim başlayır? Bacanaqlar serialı reklamlardan sonra davam edir. Fiberdən yox, mənim gözüm. Oldu, sağ ol. Mənim talih balam gəlir. Məhəbbət, başına dönür. Ay məhəbbət. Bəs sən uşağın adını sarı tel qoymayacaktın, qadan qalım. Sarı tel qoyacaqdım, qoymayacaqdım, dəxilisi yoxdur. Qərarımı dəyişdirdim, ta uşağın adını qoyuram talih, öz adımı da dəyişdirib qoyuram Şıxəli. Ay mənim danulduzum. Sən adını dəyişib Şıxəli qoysan, hamı mənə deyəcək ki, sən niyə məhəbbətdən boşarıb Şıxəliyərə götürürsən? Burada mən beynimi xarab eləməyini. İşim cüzüm tutarım, mən sizinlə burada söhbət edirəm. Onsuz da dönənlər beynimi xarab edib, danışdırdın, səsin bu günə düşdü. Az qallam rep deyəm.
Ərza. Ha gəlirəm verək onu. O nə səsiydi ha? Nə səs qadınlanır, nə səs, nə? Ay mama. Yaqin şarı deyirik. Ay kəs səsini. Nə şarı? Ay səs zad yox, de get malını qarşıla, sən çağırma. Başqa da partlama. Yox, heç də partlamayıbdı. Malını qarşıla. Hayır sən, gəlirəm. Get malını qarşıla. Az məhəbbət bilsə ki, sən hamilə deyilsən, səni boşayacaq. Dayan görmə. Mama, Talih zəng eləmişdi. Onun adı mənim yanımda çəkmə. Yaxşı. Mama, o zəng eləmişdi. Hə. Bildin də kimi Hə. deyirəm. Hə. Onun o şıxəli babası var ha. Onun da adı mənim yanımda çəkmə. Yaxşı. Mama, o zəng eləmişdi. Bildin də kimi deyirəm. O. Hə. Hə. Onun o babası var ha, o. Hə. O götürüb onun şəklini 3000 manata satıb. Bu babasının şəklini satandan sonra o şəklə 200 min manat pul verən tapılıb. O da gedib onun şəklini abratla alsın da 3000-ə. Satan da deyib ki, yox, mən onun şəklini 10.000-ə satıram abratla. Bu da indi 7.000 axtarır ki, 7.000-i versin, onun şəklini alsın, sonra o şəkli aparıb 200.000-ə satsın. Qalan pula da evimizi təmirləsin də. İndi ona 7.000 manat pul lazımdır ki, onun şəklini alsın. Dediyin o. O. Nə qədər də olmasa nəvələrimin atasıdır. Hə, mama. Yaxşı, ona kömək eləyəcəyəm. Doğrudan? Gedim mama, şad xəbəri deyim ona. O şad xəbəri də denən ki, qazancına şərikəm. Getdim 10.000 dollar borç tapdım. Şıxalı babam şəklini dala qaytardım. İndi qardaş səsi 200.000-ə şəkilini satacağım. Varlanacaq. Kstati, Çilixam yatdı. Böyük ehtimalla sabah babamın yas mərasimini, mağarını quracaq. Yəni, dünyasını dəyişəndən sonra, tələf olandan sonra kişi biraz laqeyd yanaşdıq, yas zat keçirtməmişik, yəni. Ha, yerimizdir, kişinin başını bıraxmışıq. Sabahdan üstüne ciddi düşüb yas verəcəyik, aş verəcəyik, nə bilim, halva verəcəyik, çox şey edəcəyik, o 200 biraz adam bu şəkildə. Buyurun, müəllim, buyurun. Xoş gördük. Müəllim. Bir dənə üzr istəyirəm, zəng vurmuşdunuz deyəsən. Hələ o buradan bağlı zəng eləmişəm, buyurun. Bu şıxalı babam şəhərlidir, götürün zəhmət olursa 200.000-i görüm. Yox, bizə də. Bu şəkil gec oldu, mən getdim başqa bir şəkil aldım, ehtiyac yoxdur. Bax, siz burada söhbəti belə qiyməti öldürmək istəyirsiniz. Mən də tərsliyə eləyib, 200.000-ə yox, 300.000-ə qiymət qaldırıb qoyacam, qapı gəlib pul dilənəcəksiniz ki, bizdə şıxalı şəkil alın. Yəni, şıxalı həsrət qoyaraq, tərs adamam. İstəyirsiniz, laf 1 milyona qaldırın. Artıq mənə lazım deyil. Üzr istəyirəm abi, mən əvvəlcədən deyim ha sizə, belə olsa o verdiyiniz 200 manat batacaq ha, belə deyirəm. Batsın da, dünəndən batsın. Arkadaş, mən 10.000 manat pul verib babamın saçını almışam, sən nə danışsan? Allah babana rəhmət eləsin, mənə lazım deyil, sağ olun. Mən bu saçını 10.000 pul vermişəm, Sakitləşdən otursun. Ne istiyorsun lan bas? Tek başına 2000 manata kaldırmışım da bunun kıymeti. Hayır, kimine kaldırdınsa cebinde qəpik pulu yoxdur. Hala biləsən kimdə? Nə qədər cebində pul var? Bax, nə qədər var? 20 var. İndi zaman bayaq müştəriden aldım. Bir görüm onu quran. Nə qədər indi var? Ta indi heç. Aç oldu, sakit dur da dincən. Qardaşlar, gördüyünüz bu şəkili 2000'ə satıram. Başqa, kim istəyir? Kimə ehtiyacı var bu şəkilə? Bax, gedir ha şəkil. 2001 2002 2003 2004 2005 2006 2007 2008 Bax, bir dəqiqə daha görüm, ha. Buna da. Sən niyə mənim babamın şəklini satsın?
dedi babam şəkil satdan dedi, bir də satmadıq ha. Elə bir dənə aldılar, qaldıq şey eləmək. Qardaş, 2000'e mən aldım da bunu, nə istəyirsən? Kim aldı? 2000'e mən aldım. 2000'e aldık. Bir dəqiqə dayanın görüm ha. Bizə qalmış ki, mənim babamın şəklini satasınız. Qismət oldu 2000'i gəl sonra. Bu mənim malımdır. Mən özüm alaram o 2000'ə. 2000'i gəl. Mənim babam satılası kişi deyil. Gördün Abbas, deyirəm 2000'e qaldırmışam bunu. Üzünə olsun, Esmət, yaxşı mı? Bu boyda kişinin varisi satsa balacadır. Bırak ortasını, bırak! Ürəyimiz sakitləşin, xahiş edirəm. Salı mənim, sizə lazımdır bu. 30 onu. Şəkil asın yerinə, eyb yox. Su bey. Hə, düz deyirsiniz. Babam neynəsin, şəkil də, günah məndədir ki. Gəlib şəkilə 10.000 pul saydım, hə, 7.000 durduğum yerdə. Mən bunu dirisindən xeyir görməmişəm, ölüsündən nə xeyir görəcəm, hə? Qəbristanlıqda basırında molla dedi ki, mərhuma halallıq verin. O halallıq mənə 8.000 oturur. Mən görmüşəm. Bunu şəkili mənə 7.000 vurur. Dirisi 8.000, ölüsü 7.000. Ay qardaş, yan deyil. Rəhəm xəstəlik tapı bey. Rəhəm xəstəlik. Ay Salim, şırbın Salim. Bir dənə oradan sudan uzaqdan. Ay, boynumu tuzarıyım, bir baxma, baxır. Ay yox da, bu kişinin şəkili mazyan vurur, ha, bu nədir? Salim əmdən yox. Oku! Hə, qismət. Su gətirin. Orada ol gəlirəm, orada ol gəlirəm. Sənin ürəyi zadı tutar. O kəsini sürmədən okurlar. Alamazsın. Mən apararam Salimə, mən apararam. Sən git biz gətirin. Sağ ol. Qismət, telefonda hər şey danışdıq. Baş saldım da sağ. Məni 7.000 pul ver, borç kimi elə bil. Mən Ceyran xalıya pul borçluyum. Mən 7.000'i aparım Ceyran xalıya vereyim. Sənin 7.000'ini də qardaş, borcun qaytarına kimi Şıxal babam şəklini bax sənə zalog kimi qoyuram. Borcumu qaytararam, 7.000'i qaytararam, şəkili qaytararsan. Yox, 7.000'i mən ataram, alladaram, eləyərəm, sən də Şıxal babam şəklini qaytarmam. Mən də qoy üzülüm ki, bu cür şəxsiyyətli kişi şəklini 7.000'ə qurban edirəm. Qoy mən pis olum, üzülüm, kədərlənim. Başa baş. Sən mənim qardaşımsan, sən mənim bacanağımsan, əzizimsən. Səndən ölümə demirəm, amma yüngülvari davaya hər an getməyə hazıram. Gedərək. Amma mənlə pul söhbəti, borc söhbəti eləmə. Zulümünə düşdüm, durduğum yeri 2 dənə maşinlik gəldi məndən bir ətər pula. Hə, buradadır. Ne oldu? Mən o pulu atan bunlar mən çıxım. Yox, hadi beni de evvel qaldan al. Gözə mən bir çay koymalım, görsən əli pulla onu. Ondan sonra ne istən elə. Sən üzr istəyirəm, kesin telefon babamızı götürür. Müəllim, çay verirsinizmi? Ya biz elə buradayıq. Belə olmuşsun. Ne ola bilsin ki burada olmadınız da, təcili yardımda zadda oldunuz. Dənə mənim pulumu verərdiniz. Ağzının danışığını bilər ha. Afşat adamla bəy balası kimi danışanda adam yanır da, yanır. Ha, yanır dinlən də. Hə, qismət nə baxırsan, mən boyda pələnci vururlar, nə durub baxırsan? Bütün maskələrini korur da, nə mən də pulunu da bastım. Buradan bir çakkal şəkil alsın, boşluq olmaz.
Mən mayam batdı, ona nə evlən? 4 min pul xərclədim, nə mən yazsa? Loteriya qoysaydım, mən işte sprintim çıxardım. Səsinə zadına baxma, artist. Gecəsiz, artist. Artist. Mənim işim gücüm var, oldu. Qulaq asır, bir dəqiqə. Bir dəqiqə. Yaxşıdır. Bir dəqiqə, Şabalı. Nə Şabalı fındıq ləpəsidir. Yox. Onu apardım evə saldım yorğanın altına, onu biraz tərrətdim. Ondan sonra çay verdim, bir də tərrətdim. Ağzımın danışığını bilən, hə? Afisiyant adamdan... Bəs... Siz nə deyirsiniz? İmkan verdi, ana cimində qəpik yoxdur. Hərəmin balası dedi. Nə qədər ödü var? 1000, 2, 1000... 1500! 1500 deyirlər, 1500 deyirlər, 1500 deyirlər. Ay, açımın deyirdi qəpik. Başınlarım vurularına bakırsın. Sen benden böyle. Sen benden böyle.